Salam əziz izləyicilər. Bu gün sizə 9-cu sinif buraxılış imtahanına dəstək məqsədi ilə belə bir sınav nizamını verəcəm. Birinci sualdan başlayaq. Düzbucaqlının uzunluğunu 40%, enini 20% azaltdıqda sahəsi neçə faiz azalar? İndi gəlin baxaq. Düzbucaqlının sahəsi necədir? S bərabərdir A vur B. Yəni uzunluğu vurulsun eni. Uzunluğunu 40% azaltdıqda, yəni A-nı 40% azaltsaq nə olar? A vurulsun, 40% azaltmaq, yəni 100-dən 40-ı çıxırıq, 60, yəni A-nın 60%-ni tapırıq. Enini, yəni B-ni 20% azaltmaq, 20% azaltmaq da, yəni B-nin 80%-ni tapmaq. B-ni 80-ə vurub 100-ə bölürük. O zaman sahə nə olar? Sahə A vur 60 böl 100 vurulsun, B vur 80 böl 100. Bunu da sadələşdirsək, 0,6 A vur 0,8 B, bu da bərabər olar 0,48 A vur B. Yəni bu da o deməkdir ki, 48%. 48% desəm, birincisi 100%-dir. 100 48% oldusa, 100-dən çıxırıq 48-i, qalır 52. Demək 52% azalar. Cavab A variantı. İkinci sualda. Kubun telini 2 dəfə azaltdıqda həcmi neçə dəfə azalar? Əvvəlcə kubun həcm düsturunu yazaq. V bərabərdir A kubu. Deyir ki, 2 dəfə azaltdıqda, telini 2 dəfə azaltdıqda, yəni A-nı 2 dəfə azaltdıqda, A-nı 2 dəfə azaltsaq, onda həcmi nə olar? V A böl 2-nin kubu olar. Yəni A kubu bölünsün 8. Əvvəl A kubu idi. Sonra oldu A kubu böl 8. Nə qədər azaldı? 8 dəfə azaldı. Yəni cavab olur A variantı. Üçüncü sualda demək AOB açıq bucağı verib, CO AB-yə perpendikulyardır. DOC 25-dir. Yəni bura 25-dir. AOD-ni istəyir. AOD. İndi baxaq. Bura bir alfa yazaq. Alfa üstü 25, üstə 90. Nə qədər olmalı? 180. Çünki açıq bucaq 180 dərəcədir. İndi bunu cəmləsək, alfa bərabər olar 180 çıxılsın. 90 üstə 25 gəlsək, edər 115. 115-i çıxanda alfa olar 65 dərəcə. Yəni cavab olur C variantı. Dörddə. Kəsirini ixtisar edin deyir. Kəsirini ixtisar etmək üçün əvvəlcə gəlin sadələşdirək. Bura baxaq. Görək, nəyi qruplaşdıra bilərik. M kvadratı ilə M-ni bir qruplaşdıraq. 5N-dən 5M-i bir qruplaşdıraq. İndi yazaq. M kvadratı çıx MN çıx 5N plus 5M bölünsün 25 çıxılsın M kvadratı. İndi bu ikisindən M-i ortaq çıxartsaq, M çıx N qalar. Buradansa 5-i ortaq çıxartsaq, mənfi 5-i qalar N ya da buradan müsbət 5-i çıxardaq. Müsbət 5-i çıxardaq. Müsbət 5-i çıxartsaq, M çıx N qalar. Bölünsün. Görürük ki, məxrəcdə mixçər vurma düsturdur. Bunu açaq. Yəni 5-in kvadratı çıx M-in kvadratıdır. Bunu da açaq. 5 çıx M. 5 plus M. İndi yenə surətdən M çıxılsın N-i ortaq çıxardaq. Onda qalar M plus 5. Böl. 5 çıx M. Vur. 5 plus M. M plus 5-lə 5 plus M ixtisar gedir. Qalır M çıx N. Böl 5 çıx M. Cavab onda olur B variantı. 5-də. Tənliyini həll edin deyir. 3-ü vuraq mötərizəyə. 3x çıx 6 bərabərdir 6-ya. 3x 12 dirsə, x da 4-dür. Yəni C variantı.
6-da. Tənliklər sistemindən x-i tapın. Gəlin bu tənliklər sistemində alt-alta toplayaq. Onda olar 2x plus x plus y çıx y bərabərdir 0 üstü 6. Vergilər islah olunlar. 3x bərabərdir 6-ya, x bərabərdir 2-yə. Cavab B variantı. 7-də. Hansı nöqtə y bərabər mənfi 2x plus 6 funksiyasının qrafiki üzərindədir? Qrafik üzərində olmasını bilmək üçün burada variantları bir-bir yerində qoyub hesablayaq. Hansı uyğun gəlsə, demək qrafiki üzərindədir. Gəlin baxaq. Birinci verilən həmişə x-in qiyməti olur. İkinci verilən isə y-in. Yerinə qoyaq. 0 bərabərdir. Mənfi 2 vur 6 plus 6. 0 bərabərdir. Mənfi 12 plus 6. 0 bərabər olur mənfi 6-ya. Görürük ki 0 mənfi 6-ya bərabərdir. Əlbəttə ki 0 mənfi 6-ya bərabər deyil. Yəni sağla solu eyni olmalıdır. A variantına çıxdıq. B variantına baxaq. 9 bərabərdir. Mənfi 2-ni 4-ə vursaq, mənfi 8 üstü gəlsin 6. 9 bərabərdir. Mənfi 2. Bu da doğru deyil. C variantında 0 bərabərdir. Mənfi 2-ni mənfi 3-ə vuranda 6. 6 üstü 6. 0 bərabər 12. Bu da uyğun deyil. D variantına baxaq. 16 bərabərdir. Mənfi 2, mənfi 5-ə vuranda 10. 10 üstü 6. 16. Demək elə D variantı uyğun gəlir. 8-də. Ərkəb 18, 36. Əbub. On 11. İndi baxaq. 18-dən 36-ya ərkəb 36 çıxır. Əbub 10-dan 11-ə. Ardıcıl ədədlərin əbubu 1-ə bərabər idi. O dedir 37. Yəni Y variantı. 9-da. 9-da gəlin çarpaz vuraq. 15x bərabərdir 5 vur 21-ə. X-də tapsaq 5 vur 21 böl 15. 5-lə 15x çarparsaq 5-ə. Burada 3 qalar. 3-lə də 21x çarparsaq 7. Demək x 7-yə bərabərdir. C variantı. 10-cu sualda. İlk 10 natural ədəddən təsadüfi seçilmiş birinin sadə ədəd olması ehtimalını tapın. Ehtimal nə idi? P-yə bərabərdir. N böl N. N burada mümkün halların sayı, yəni ümumi halların sayı. M isə əlverişli halların sayıdır. Burada neçə hal var? 10 hal var. İndi baxaq. Deyir ki, təsadüfən seçilmiş birinin sadə ədəd olması ehtimalı. Yəni ilk 10 ədəddən sadə ədədləri yazaq. 2, 3, 5, 7. Demək bunlar sadə ədədlərdir. Yazırıq 10-da 4. 10-da 4, bunda x çarparsaq qalar 5-də 2. Yəni 10-da Y variantı. 11-də. Mərkəzi O nöqtəsində olan çevrə ABO 22 dərəcədir. Yəni ABO. Bura 22 dərəcədir. ACO bura 28-dir və BAC-ni istəyir. BAC buranı istəyir. Aha, uşaqlar, indi baxın. Əgər biz bura alfa yazsaq, bura 2 alfa olar. Niyə? Çünki BC qövsü 2 alfa olsa, ona söykənmiş mərkəzi bucaqda 2 alfa olar. Demək, burada BAC-də daxilə çəkilmiş bucaqdır. Daxilə çəkilmiş bucaq da mərkəzi bucağın yarısıdır. Yəni burada olar alfa. İndi buradan biz bu figurdan bilirik ki, bura x yazsaq, bura y yazsaq, bura z yazsaq, burada alfa olsa. Alfa x plus y plus z-in cəminə bərabərdir. İndi bunu əsasən yazaq. 2 alfa bərabərdir 22 üstə alfa üstə 28. Alfanı digər tərəfə keçirsəm, alfa bərabər olacaq 22 üstə 28, yəni 50 dərəcəyə. Onda BAC olar 50 dərəcə. Yəni A variantı. 12-də. Kvadratın tərəfini verib 12, perimetrini istəyib. Perimetri 4A'dır.
4'ü vuraraq 12'yə 48 edər. Yəni D variantı. 13'ə baxaq. 56 vurulsun -15 bölünsün 14 vur. İndi buradan əvvəlcə vurmanı yerinə yetirək. 50. 20'dən də 50'ni çıxsaq edər -30. İndi burada -15'dən -30'u 15'e -15'i çarparsaq burada 2 qalar. Yazaq 56 böl 14 vur 2. 56'ını da 2'ye çarparsaq 28 qalar. 28'i də 14'e çarparsaq qalar cavab 2. Yəni Y variantı. 14'də deyir ki, çoxaltısını vurğularını ayırın. Burada görürük ki, x plus y ilə buradakı x plus y ortaqdır. Bunları mötərizə xaricinə çıxartsaq, c minus d qalır. X plus y vur c minus d. Yəni cavab olur A variantı. 15'də. 15'də əvvəlcə A kəsişmə B-ni tapaq. Kəsişmə nə idi? Hər ikisində ortaq olan. 1, 1 ortaqdır. 2'lər ortaqdır. Sonra bir də 5'lər ortaqdır. Yazırıq. 1, 2, 5. İndi C-nin delimitlərini yazaq. 0, 1, 3, 6. Yəni burada A ilə B-nin kəsişməsindən C-ni çıxırıq və A ilə B-nin kəsişməsində hansılar qalsa onu yazırıq. Burada ortaqları çıxaq. Ortaqları çıxdıq. Qaldı 2 ilə 5. Yəni 15'də B variantı. 16'da. Əvvəlcə AB ilə B-ni açaq. 10A üstə B üstə gəlsin 10B üstə A bərabərdir. 88 vur A çıx B. 10A üstə A 11A üstə B üstə 10B 11B bərabərdir. 88 A çıx B-yə. Buradan hər tərəfi 11'ə bölsək A plus B bərabər olacaq 8 vur A minus B-yə. İndi vurub açaq. A plus B bərabərdir 8A çıx 8B-yə. A ilə B-ni bir tərəfə yığaq. Onda 8B-ni digər tərəfə keçirsək 9B bərabər olacaq. A-nı da digər tərəfə keçirsək 7A-ya. İndi A 9, B bərabər 7. Yəni burada A 9, B də 7-dir. Bizdən də AB-ni istəyirdi. AB də 97 olur. Qarşı təpələrindən biri koordinat başlanğıcında, digəri isə B8, MF8 nöqtəsində olan kvadratın sahəsini tapın. Demin bir dənə kvadrat çəkirəm. Qarşı təpələrindən biri koordinat başlanğıcında. Koordinat başlanğıcı nə idi? 0, 0 nöqtəsi. Biri də B nöqtəsi, yəni 8, MF8 verib. Sahəsini istəyir. Sahə nə idi? Sahə A kvadratı ilə hesablanırdı. Bir də diagonalın kvadratının yarısına. İndi biz buradan gəlin birləşdirək qarşı təpələrini. Qarşı təpələrini birləşdirdik. İndi məsafə düsturuna əsasən biz burayı D yazaq. D-ni tapa bilərik. D onda nə olar? Kök altında 8 çıx 0-ın kvadratı üstə gəlsin -8 çıx 0-ın kvadratı. Bu da bərabər olur. 8'in kvadratı plus -8'in kvadratı. Bu da kök altında. Yəni 64 üstə 64. Kök altında 128. Diagonalı kök altında 128 tapdıq. Sahədə yerinə qoysaq 128'in kök altında 128'in kvadratı bölü 2. 128 bölü 2. Bu da edir 64. Cavabımız oldu 64. 18'də. Yazaq. 2 vurulsun. Burada məxrəci eyniləşdirə bilərik. Məxrəci eyni yazaq. 2 tam 85. %85'in kvadratı üstə 7 tam %15'in kvadratı. Bunu da məxrəcini eyniləşdirmək üçün hər tərəfini 2'yə vurarıq.
Onda yazaq. 2 vur 2 tam %85 vur 7 tam %15. Ha, sürət müxtəsər vurma düsturuna gəldi. Yəni bu 2 vur 2-də 2 tam %85 üstə 7 tam %15'in kvadratıdır. Yəni bu a kvadratıdır, bu b kvadratıdır. Bu da 2ab'dir. Onda ne olar? A plus b'nin kvadratı. Şimdi buradan 2'lər ixtisar gedir. Qalır 2 tam %85 üstə 7 tam %15'in kvadratı. Bu da bərabərdir. Bunlar toplasaq 10 eder. Onun kvadratı edir 100. Cavab olur 100. 19'da. X vur y 6 verib, y vur z'yi 18 verib. İndi biz elə 2 ədəd götürməliyik ki, onların hasılatı eləsin. Və burada görürük ki, y ortaqdır. Yəni burada 2 3 yazsaq, y 3 olsa, z də 6 olmalıdır. Amma burada cəminin ən kiçik qiymətini istəyir. İndi gəlin yoxlayaq. X 2 olsa, y 3 olsa, z 6 olsa. İkinci halda x 1, y 6 olsa, z 3 olsa, baxaq indi görək hansında cəm ən kiçik olur. Bunları cəmləsək 11 eder. Bunları da cəmləsək 10 eder. Ən kiçik hansında oldu? 10'da. Demək cavabımız olur 10. 20'ye baxaq. Bərabər yanlı L, M, N. Üçbucağının sahəsi bərabər tərəfli ABC üçbucağının sahəsindən 16 dəfə böyükdür. Bir dənə də üçbucaq çəkək ABC. ABC. Demək, elementin sahəsi bərabər tərəfli, bu bərabər tərəflidir. Birincisi də bərabər yanlıdır. 16 dəfə böyükdür. Yəni, bura S yazsam, onda bunun sahəsi 16S olar. Və bizə PABC-ni 9 verib. Elementi üçbucağının tərəfini istəyir. İndi gəlin baxaq. ABC-nin sahəsi 9'dursa, biz bunun tərəflərini A yazsaq, bərabər tərəfli üçbucağın perimetri 3A bərabərdir 9, A bərabərdir 3 taparıq. Yəni bunun perimetri 9 olduğuna görə tərəfləri də 3 olur. Tərəflərini 3 tapdım. Sonra indi oxşarlığa əsasən belə yazaq. Sahələrin nisbəti, yəni 16S bölünsün S bərabərdir tərəfi A bölünsün. Güman ki, burada bərabər yanlı deyil, bərabər tərəflidir. Çünki element üçbucağının tərəfini istəyir. Yəni bərabər yanlıda həm yan tərəf olur, həm də oturacağı olur. Ona görə də mən burada bərabər tərəfli kimi düşünüb elə həll edəcəm. Çünki burada element üçbucağının tərəfini istəyir. Tərəflərini istəyir desəydi, biz həm yan tərəfini, həm də oturacağını tapardıq. Burada bir tərəfini istədiyinə görə demək yazaq. Onda bərabər tərəfli kimi düşünsək, burada x yazaq. A bölünsün x bunun kvadratı. Bilirsiniz də oxşarlığa əsasən. Yəni bütün o bərabər tərəfli üçbucaqlar bərabərdir deyə, yəni oxşardır deyə biz oxşarlıqdan istifadə edə bilərik. İndi yazaq. S-lər ixtisar gedər. 16 bərabər olar. A kvadratı bölünsün x kvadratına. A-nı da tapmışdıq 3. Yerinə qoyaq. 16 bərabərdir 9 böl x kvadratı. İndi buradan x kvadratını tapsaq, x kvadratı bərabər olar. Yox, burada oxşarlıqda yazanda birinci 16 S-dən olanı yazmışdıq. Onda düzəldək. Bura x, bura a olmalıdır. Onda x kvadratı böl a kvadratı. X kvadratı böl
9. X kvadratda bərabərdir 16 vur 9. X da bərabər olacaq 4 vur 3, yəni 12-yə. Cavab da olacaq 12. 21-də. X-la y verib və x, y böl x plus y istəyir. X, y yerinə qoyaq. 5 çıx 2 tam 2 kökdə 6. 5 plus 2 kökdə 6. Bölünsün. 5 çıx 2 kökdə 6 plus 5 plus 2 kökdə 6. İndi biri mənfi, biri müsbət. Bunlar islah oldu. Məxrəcdə 10 qaldı. Surət nədir? A çıx B, A plus B. Bunu da yazanda necə yazırıq? 5-in kvadratı çıx 2 kökdə 6-nın kvadratı. Yəni 25 çıx 24 böl 10. Yəni 1 böl 10. Bu da edir 0,1. 22. İki yeşikdə birlikdə 50 kiloqram qənd var. Hər gün birinci yeşikdən 3 kiloqram, ikincidən 2 kiloqram qənd götürdülər. 6 gündən sonra yeşikçilərdə bərabər miqdarda qənd qaldı. Əvvəlcə birinci yeşikdə neçə kiloqram qənd var idi? Məsələn, tənlik bəyə tənliklər sistemi qurmaqla həll edin. İndi gəlin, əvvəlcə birinci yeşikdə x kiloqram qənd götürülsün. İkincidən onda nə qədər götürürlər? 50 çıx x. Deyir ki, birinci yeşikdən 3 kiloqram, ikincidən 2 kiloqram qənd götürdülər. 6 gündən sonra. 6 gündən sonra birincidən 18, ikincidən nə qədər olar? 12. Onda yazaq x çıx 18, ikincidə də x 50 çıx x çıx 12 olar. Və bunlar bərabərləşib. Onda yazaq x çıx 18 bərabərdir 50 çıx x çıx 12. İndi bunu da sadələşdirək. X çıx 18 bərabərdir 38 çıx x-a. X-ə digər tərəfə keçirdək. 2x bərabərdir 56-ya. X da bərabər olar 28-ə. Bizdən nəyi soruşurdu? Əvvəlcə birinci yeşikdə neçə kiloqram qənd var idi? Birinci yeşiyə nə demişdi? X demişdi. X da tapdıq 28. Demək 28 kiloqram qənd varmış. Cavab olur 28. 23-də. Satıcı şarın birini 12 qəpiyə alıb 15 qəpiyə satır. Satış zamanı 5 şar partlamışdır. O bütün şarları alqı-satqısından 6 manatdan çox gəlir əldə edərsə, ən az neçə şar alıb satmışdır? Tutaq ki, satıcının x şarı varmış. X şarı varsa, 12 qəpiyə alıbsa, onda nə qədər olar? Neçə qəpik olar? 12x qəpik olar. Yəni, hər şarı 12 qəpiyə alıbsa, onda ümumi xərci 12x qəpik olar. Deyir ki, 15 qəpiyə satır. 15 qəpiyə satır və 5-i partlayıb. 5-i partlayıbsa, nə qədər qalıb? X çıx 5. Bunu da vurarıq 15-ə. X çıx 5 vurulsun 15 qəpik olar. İndi gəlin gəliri baxaq. Gəliri tapmaq üçün satışdan çıxmalıyıq maya dəyərin. Yəni, satışı nə qədər tapdıq? X çıx 5 vur 15. Maya dəyəri nə qədər tapmışdıq? 12x. 12x. İndi deyir ki, 6 manatdan çox gəlir əldə edərsə, 6 manat əvvəlcə qəpiyə çevirək. Çünki əvvəldə qəpi ilə verilmişdi. 6 manat 600 qəpikdir. Onda nə edərik? 6 manatdan çoxdursa, x minus 5 vur 15. Burada x var. Çıx 12x-i böyükdür 600-dən götürməliyik. İndi bunu sadələşdirək. 15x çıx 75 çıx 12x böyükdür 600-dən. 3x çıx 75 böyükdür 600-dən. 75-i digər tərəfə keçirsək 3x böyükdür 675-dən. X da böyük olar. 675-i 3-ə bölsək
225 eder. En az neçə şar demək alıb satmışdır. Bunu da tapmaq üçün nə edərik? X-i 225-dən böyük götürməliyik. 225-dən böyük en az hansı olar? 226. Demək cavabımız da olur 226. 24. Düzbucaqlı üçbucağın katetlərindən biri digərindən 2 cm böyük, hipotenusdan isə 2 cm kiçikdir. Bu üçbucağın hipotenusunu tapın. Yəni yazaq. Bir dənə düzbucaqlı üçbucaq çəkək. Demək, hipotenusuna gəlin bir C deyək. Hipotenus C isə onda deyik katetlərindən biri digərinə 2 cm böyükdür. Onda böyük kateti C-2, kiçik kateti isə C-4 olar. İndi gəlin baxaq. Deyik katetlərindən biri digərindən 2 cm böyük. Görürük ki, burada hər 3 hal ödəndi. İndi gəlin düzbucaqlı üçbucağı da Pifaqor teoremindən hesablayaq. C-2-nin kvadratı plus C-4-ün kvadratı bərabərdir C kvadratına. Yazıq, C kvadratı çıx 4C üstə 4 üstə gəlsin C kvadratı çıx 8C plus 16 bərabərdir C kvadratına. 2C kvadratı çıx 12C plus 20 bərabərdir C kvadratına. İndi yazaq. C kvadratı çıx 12C plus 20 bərabərdir 0. İndi bunu həll edək. C1 və C2 köklərini tapaq. Hasili 20 eləsin. Cəmi də 12. İndi 2 ədəd tapaq ki, bu şərtləri ödəsin. Biri 10, biri də 2 edir. Cəmi 12, hasili 20. İndi 2 dənə kök tapdıq. Gətirib burada yerinə qoysaq. Tutaq ki, C 2-dir. C-nin yerinə 2 qoysam, 2 çıxılsın 4, mənfi 2 edir. Axı tərif mənfi ola bilməz. Ona görə də bu ödəmir. Yəni 2 ödəmir. Cavab olur 10. 25-də. Verilən fiqurda BC parçası mərkəzi O nöqtəsində olan yarım çevrənin diametridir. BNC qövsünün uzunluğu 4pi idi. Yazaq. L bərabərdir 4pi. AO 6-dır. AO. Bura 6-dır. Və AB AC-yə bərabərdir. AB AC-yə bərabərdir. Və verilən fiqurun sahəsini istəyir. S bərabər sual. İndi bunu tapmaq üçün uşaqlar, əvvəlcə biz bu yarım çevrəni sahəsini tapmalıyıq. Bir də bu üçbucağın sahəsini tapmalıyıq. Cəmləsək, fiqurun sahəsini almış olarıq. İndi gəlin əvvəlcə qövsün uzunluğu düsturunu yazaq. Pi R alfa bölünsün 180 dərəcə bərabərdir 4piyə. İndi baxın uşaqlar. BNC qövsünün dərəcəsi nə qədərdir? 180 dərəcə. Onda alfa da 180 dərəcədir. Pi R 180 dərəcə bölü 180 dərəcə bərabərdir 4piyə. Buradan pilər getdi, 180-lər qısa getdi, R qaldı 4. Demək, radiusumuz 4'dür. Burada 4 yazıram, burada 4 yazıram. Burada AO hündürlükdür. İndi gəlin bu üçbucağın sahəsini tapaq. S üçbucaq bərabərdir. Üçbucağın sahəsi nə idi? 2də 1 vurulsun tərəfi və tərəfinə çəkilmiş hündürlüyü. Yəni 8 vur 6. İxtisar aparsaq da 4 qalar. Yəni 24. Üçbucağın sahəsi 24'dür. İndi yarım çevrənin sahəsini tapmalıyıq. Əvvəlcə bütöv sahəni tapaq. S dairə bərabərdir. Dairənin sahəsi nə idi? Pi R kvadratı. Pi vurulsun 4'ün kvadratı, yəni 16pi. İndi bunu da yarım çevrəni də tapsaq, onda nə olar? 16pi böl 2, yəni 8pi. İndi bu fiqurun sahəsi nə olar? 24 üstə gəlsin 8pi. Cavabımız da olur 24 üstə 8pi.